4320 və A rəqəmi ilə bitir bu ədəd. 6-ya qalxısız bölünərsə A-nın böyük qiymətini tapın. Ədədin 6-ya bölünməsi üçün onun son rəqəmi cüt olmalıdır və rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Burada rəqəmlərin cəminə baxaq. 4, 3, 2 və üstünə də A gəlsə bərabərdir. 9 üstə gəlinsin A. A cüt rəqəm olmalıdır. Yəni ola bilər 0, 2, 4, 6 və 8-dən biri. 9-un üzərinə 0 gəldikdə 9 edir və rəqəmlərin cəmi 3-ə bölünən ədəd olduğu üçün bu ədəd 6-ya bölünür. Yəni 0-ı götürə bilərik. Bu bir qiymət. Digər tərəfdən 9-un üzərinə 2 gəldikdə 11 edir. 11 3-ə bölünmür. 9-un üzərinə 4 gəldikdə 13 edir. 3-ə bölünmür. 9-un üzərinə 6 gəlsək 15 edər və bu da 3-ə bölünən ədəd təşkil edər. 9-un üzərinə 8 gəldikdə isə 17 edir və bu da 3-ə bölünən ədəd vermir. Deməli, A-nın ən böyük qiymətini istəyirdi. A-nın böyük qiyməti olacaq 6. Doğru cavabımız 6.